acı bir həyat hekayəsidir. Yəni Çox cehizlər gəldi, cehiz bəzəndi, üstünə neçə gün keçdi. Sən təsəvvürə gətir ki, Roza xanım, hazırlaşırsan toya, dəvətnamələr əlində. Gedmirsən qız qapısından, toy danışmağa sənə o söz gəlib desinlər ki, evladım şəhid. Bir an üçün ondan ağır söz olar. Təbii bir otaq Hüseynin bəy otağı idi. Mebellər bəzənmişdi Hüseynin. Toya hazırlaşırdıq. Xonçalar belə otağın içində idi, evin içində idi Hüseyin. Gələndə nə? Neçə gün qalmışdı, yəni gəlin gəlməsinə? 25 gün. 25 gün qalmışdı. 25 yaşına 25 gün qalmış şəhid oldu. Çox çətindir o. Hər gün o həyatı vərəqləmək mənim üçün o qədər ağırdır ki. O qədər çətindir ki. Azərbaycan Respublikasının ərazi bütövlüyünün uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhunu bir dəqiqə şükürlə yad edək. Allah rəhmət eləsin. Salam, əziz şəhid alimləri, əziz məktəblilər, yeniyetmə və gənclər. Biz hamımız bugün qəhrəmanlığı ilə dillərə dastan olmuş şəhidimiz Hüseyin Nəcəbzadənin məzarı önünə toplanmışıq, ziyarətə gəlmişik, onun ziyarətinə. Əsas bizim bu ziyarətin, yəni Əskər Ailəsi Cəmiyyəti Vətənpərvərliyin Təbliği İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə keçirilir bizim bu ziyarətimiz. Şəhidlər ölmürlər, yəni bu təkrarsızlıq çıxmasın, həqiqətən hər dəfə bunu deyirik. Şəhidlərin ruhu bizimlədir. Biz onlara həmişə Allah rəhmət eləsin deyirik, amma məkanı cənnət olsun deyəndə də düşünürük ki, heç bizim buna ehtiyacımız yoxdur. Zaten şəhidlərin məkanı cənnətdir. Biz bugün bura, təkcə bir şəhidin yarımçıq qalmış arzularının tarixə, qəhrəmanlıq tarixinə çevrilmiş, məzarı önündə baş əyir və onu bu dünyaya gətirən, onu belə qəhrəman böyüdən, onu vətən üçün göndərən, vətən yolunda canlı verən, qəhrəmanımızın anası Könül xanımın önündə baş əyir. İcazə verin, Allah şəhidlərimizə rəhmət eyləsin. Bizim də əsas məqsədimiz, biz bu tədbirləri neçə illərdə aparırıq. Mən tanışlıq verim. Mən özüm 22 yaşındaykən, rəsmi hərbi xidmətdə olmuşam. Müharibə görmüşəm, müharibənin nə olduğunu bilirəm, o ağır acıların nə olduğunu bilirəm. Hər zaman şəhid analarının, ailələrinin yanında olmuşam, onlara dəstək olmuşam. Bütün bu ağır acıları mən şahidiyəm, nə olduğunu bilirəm və burada da təkrar eləmək istəmirəm. Onu yaşayanlar bilir, onun nə olduğunu, o anı, o hissi yaşayanlar daha çox bilirlər. İki müharibədə olmuşam, mən müharibə veteranı kimi bir müharibə acılarını, ağlarını yaşayan bir özüm şahid kimi. Dəfələrlə rayonlarda olmuşuq, beləcə şəhidlərimizin anı günləri keçirmişik. Bizim hər birimizin arzusudur. Vətəndaşlar canlı verən olmalarımızı tanıtmaq, istimaliyyət olmaq, onların ailələrinin layihəmizdir bu bizim. Neçə illərdir mən bunu
Azərbaycanda deyil, xarici ölkələrdə, Türkiyədə, Avropada da, yəni bu Qarabağ Azərbaycandır deyə bu tədbirləri keçirmişik. Yəni bütün dünyada hansı ki ermənilər öz elədikləri vəhşilikləri dünyada bizim adımıza yayırdılar. Biz də onların qarşısını almaq üçün yəni bu tədbirləri keçirirdik, anladırdıq, bildirirdik ki, yəni həqiqətən də bizim işğalçılar onlardır, bizim dövlətdə, bizim ölkəmizi, torpaqlarımızı işğal edən bu yəni vəhşi qonşu adına sığmayan qonşu dediklərimiz yəni bu ermənilərdir. İllər öncə yəni Azərbaycanın çivrə deyə gətirib stolumuzun başında, süfrəmizin başında onları əyləşdirdik, inandıq. Amma elə ilk bizə qarşı çıxan, yəni Qarabağ Ermənistandır deyən elə o kibrələrimiz oldu. Şükürlər olsun ki, yəni bu tökülən qanların intiqamını belə Hüseyin kimi bizim qəhrəmanlarımız aldılar. Onların hesabına zəfəri yaşatdılar bizə. Allah onlara rəhmət eləsin. Bugünkü bizim yəni işimiz isə şəhidlərimizlə yanaşı, yəni arzuları yarımçıq qalan gəlinlik paltarı, qırmızı gəlinlik paltarları, qara libasa çevrilən, yəni şəhid xanımlarıdır. Saçını, yəni qara saçını ağ hörən, elə könül kimi, könül xanım kimi şəhid analarıdır. Azərbaycanın, yəni Azərbaycan qadını, milli mənəvi dəyərlərimizi yaşadan, şəhidinə sahib çıxan, şəhidinə sədaqət göstərən vəfalı Azərbaycan xanımlarını tanıtdırmaq, ictimailəşdirməkdir. Bunlardan biri də yəni şəhidimizin nişanlısı Atlas xanımdır. Mən Atlas xanımı heç unuda bilmirəm o zaman, yəni şəhidin məzarı önündə onun ağlamasını, nənə, onu istəyirəm, nənə, onu istəyirəm. O süjet mənim heç vaxt gözümün önündən getmir. Yəni, o anı yaşayanlar bilər. Və bir də bu sözü unutmuram ki, neçə ki mənim nəfəsim var, neçə ki, yəni yaşayıran ömrüm var. Mən Hüseyni xatirəsini yaşadılacam, onu tanıtdıracam. Və mən də deyirəm ki, bizim də arzumuz, borcumuz odur ki, yəni biz də sizin kimi xanımları, sizin kimi anaları tanıtdıraq cəmiyyətə, gənclərimizə, yəni tanıtdıraq, gənclərimizə örnək olsun. Bax elə, mən üzümü bu gənclərə tuturam, bu məktəblərə tuturam. Hüseyin də sizin kimi məktəbli idi, bəlkə sizin məktəbdə də oxumuş, bəli. Amma görürsünüz ki, o necə bir oğul oldu, o sizlərin arasından çıxdı. O vətən yolunda sizlərin xoş yaşayışınız üçün canına şəhid verdi. Və sizlər də bundan örnək götürməlisiniz ki, siz öz gözəl əməllərinizlə, təhsilinizlə, vətənpərvərliyinizlə şəhidimizin ruhunu əbədi yaşadasınız. Mən bütün şəhidlərimizə Allahdan rəhmət edirəm. Analara səbr edirəm və Gönül xanım, sizin kimi bütün şəhid analarına üzümü tuturam. Hər zaman demişəm, indi də deyirəm. Siz qürur durun ki, Allah Teala sizə böyük bir mükafat vermiş. Alnınıza, heç kəsə çoxlarına nəsib olmayan şəhid anası adını vermişdir. Sizin də yəqin ki, sözünüz var. Hər kəsi salamlayıram, çox sağ ol deyirəm ki, bizim belə vətənpərvər oğullarımızın daim yanındasınız, daim bizi tək qoymursunuz. Öz minnətdarlığımı bildirirəm ki, bizləri də Azərbaycana tanınırsınız. Hüseyin haqqında yəqin ki, məktəblilər öz çıxışları var, onlar deyəcəklər. Hüseyin Saray Qəsəbə 1 nömrə tam orta məktəbin məzunu olub, oxuduğum əvvəlcə. Məktəb kollektivdə sağ olsun, daim yanımızdadır. Daim istəyir məktəbdəki tədbirlərdə, istəyir evimizdə, istəyir məzarında, həmişə gəlib ziyarət edirlər, həmişə yanımızda olublar. Hətta bir şeyin haşiyə çıxım, mən heç onu bilmirdim. 2-ci il dövründə məktəbin direktoru nəzar üstündə gəlmişdir. Əlində hərbi geyim. Hərbi geyimi gətirib
burada təqdim elədi mənə. Özü də belə bir söz dedi ki, mən heç kəs bilmirdi, mən şəxsən bilmirdim. Deməli, onun verdiyimiz pulu, yemək pulsunu, yol pulsunu, o pulu yığıb özünə hərbi geyim aldı. Və o geyimi də aparıb Asət müəllim məktəbin direktoruna verib ki, bunu məndən yadigar saxlayır. Məktəbdə digər tədbirlər olanda uşaqlar onu geyinib hərbiçi olmağı, yəni hərbiçi olmaq arzusu ilə o qədər onda var idi ki, ona görə onu verib müəllimə ki, bunu məndən yadigar saxlayır məktəbdə. Elə məktəbdə də qalırmış. Mən də bilmirdim heç. Sadəcə məktəb təmirə dayananda gətirdi mənə ki, bəs bu forma Hüseyn alıb vaxtı qoyub. Ürəyinə qalmaq deyəndə ki, məktəbdə oxuduğum müddətlərdə, indi evdə şəkillərinə də görərsiniz, hər il nə tədbir olurdusa, Hüseyn orada mütləq bayraq qaldırırdı. Hələ onda məktəbli idi. Az yaşlı, 5-də, 6-da, 7-də oxuyanda hər dəfədə bayraq qaldırırdı ki, mən hərbiçi olacağam və mən Qarabağda bayrağımızı yerlədəcəm. Həqiqətən o sevgi də Hüseynə bəxş elədi, vətən uğrunda müharibədə iştirak elədi, orada medallar qazandı, müharibədən sağ çıxdı, düzdür, yaralandı, əziyyət çəkdi, su qovşanda 2 gün suyun içində qaldı, çayda qaldı, çox əziyyətlər çəkdi, elə yaralar tökdü, nə bilim, çox əziyyət çəkdi, amma sağ qaldı. 2022-ci ildə antiterror nəticəsində qəhrəmancasına şəhid oldu. Yenə də öz yoldaşlarını tutararaq şəhid oldu. Əlbəttə bir ana üçün həm qürur vericidir, həm də çox çətindir. Mən özüm 31-32 ildir təhsildə çalışıram. Nə qədər şagirdlərim olub, dərs demişəm. Hər dəfə də uşaqları vətənpərvər böyütməyə çalışmışam. Yəqin ki, bu ondan irəli gəlir ki, bizim ailəmizdən vətənə, torpağa, elə obaya belə bir məhəbbət, sevgi olur. Həqiqətən Hüseyn, atası da müharibə veteranı oldu Hüseynin. 92-93-cü illərdə o da müharibə veteranı olub. O da, bəli, özü də müharibə veteranıdır. Ağdam, Füzuli döyüşlərində iştirak edib o vaxtı. Yəqin bizim ailəmiz həqiqətən vətənini sevən bir ailədir ki, belə bir oğul yetişdirmişik. Mən evladımdan fəxr edirəm, nəinki öz evladımdan, burada uyulan bütün şəhidlərlə fəxr edirəm ki, yəni həqiqətən nə qədər ağır olsa da, nə qədər içimizdə o acını çəksək də, şəhid anası olmaq adı bəlkə də ən uca, ən ali addır. Allah tərəfindən verilmiş bir ad. Yenə deyirəm, çox ağırdır. Onu hər adam üzərində, hər adam düşüb daşıya bilmir. Amma insan məcburdur. Yəqin ki, mənim də evladımın alnına, taliyinə bu yazılıb. Yenə deyirəm, mən ailəmlə də, evladımla da fəxr edirəm, qürur duyuram. Qürur duyurasınız. İndi mən istərdim ki, şəhidimizin atası, qazi atası rəqs üzərini desək. Şəhid ataları var mı burada? Buyurun, gəlin. Şəhid atası, şəhidin nənəsi. Yaxın gəlin. Aleyküm. Hayırlı vətəndaşlarım hamısına çox sağ olun deyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hüseyin babamızın məzarının başına yığılmaqda səbəb oldu ki, onu yad eləmək üçün yığılmışıq. O 44 günlük müharibəni yaxşı döyüşlü kimi başa vurdu. Sonra o terror zamanı şəhid oldu. Allah rəhmət eləsin, Allah atasına, anasına can sağlığı versin, səbir versin ki, bu elə bir çətin dərddir ki, bunu daşımaq da həm şərəfli olduğu kimi də çətin. Az deyirəm ki, elə bu il Bala Hüseyin toy yeməsinlər, qismən olsa da biraz bu acı azalsın bunlarda. Ben Hüseyin'in özünü görmemiştim ama o bize gelip benim oğlumun evine şehit dairesi kimi
pay verib qaydanda biz maşında qabaqlaşmışdıq, amma özünü görməmişdik. Yenə də, nə bilim, ömür Allaha. Kaş elə bizim ölkədə doğulan oğlanların, insanların 50%'ında o şəhidlərimizdə olan üstücayət qeyrət olaydı. Onda tam yaxşı yaşardı bu insanlar. O şəhidlərimiz bu balalar üçün, bu insanlar üçün, torpaq, vətən üçün canına qıydı, cavan oğlanlar idi, şanlı olan idi. Yenə sağ olun sizə, babasına, sizə, bütün şəhid ailələrinə Allah sağlık versin. Allah sağlık versin sizə ki, heç olmaya yad eləməyə imkanımız olsun. Çox sağ olun sizdən minnətdarım. Nəvənizlə qürur duyursunuz. Ürəyinizdə, yəqin ürəyinizdə olur. Danışmaq hər asaqdan çətir. Hər şeyin bərli olsun. Hər nəməsi. Buraxmış günündə yardım əlimizə alandı. Dedi, ana, mən hərbisi olacağım. Mən qanunlara yardım edeceğim. Mən ermənilərlə döyüşəcəyim, vətənimizə azad edəcəyim. Ancaq ki, mən gedir, hərdən xəbərdən tutarım. Mən çox sevdim. Getdi, oxuda yaxşı. Döyüşə getdi. Döyüşdü. Yaxşı döyüşdüyünə görə onu Türkiyəyə göndərdilər. Getdi, Türkiyədə də qaldı, onu oxudu. Sonra geldi. Geldi, dedi ki, analarını sağlığı çok vardı. Dedi, hele biraz da işlerimiz var. Onlar da tutarlar. O da toyunu da eləyəsiniz. Yaxşı. Əbsi də parkolluq olub. Atasının əbsi də parkolluq olub. Bu çöpten geldi. Bir gün oturmuştum, geldi dedi ki, ay adam, ne? Kızlar. İşleri o kamandan, o əslərdən değil, biz qalın gəlməkdik. Erməninin varlığı yanmışıq. Elə söhbət elədik. Bir qədər bizim gənsələ bir kitab verir. Başlar bu harbi ellərində. Oğlum bunu oxuyur. Adları yaxşı saxlayırlar. Çünki bu kitab sana çox şey görür. Çörəyi. Oxudu, qaytardı, gətirdi, verdi, koydu bir yerdə kitabları öz kitabımız var. Bir gündə ki, oturub kitab oxuyurdum, özüm elə. Necə içəri girib, hiss eləməmişəm. Bir də son görüşüm oldu. Bir də döndüm, sevdiyə uyanıb. Görüşdük. Bir şey yox. Bütün şəhidlərimizə dağılmışdır. Bütün şəhidlər. O, hamısı qəhrəmanıdır. Abi. Allah səni. Çox ağırdır. Allah səni. Şimdi ben de dünyaya geldim. Bütün şəhidlərə, bütün şəhidlər, valideyndir, onlar yaşayırlar. Biz də bir şəhidlər yaşayırıq. Mehdiler yaşayır. Şeyin bala kimi oğullarımız yaşayır. Onlar da bütün Azərbaycan xalqı, nə qədər Azərbaycan xalqı varsa, bunlar qəhrəmandır, yaşayacaqlar, aşırlar ötəcək. Biz həyatda olmayacaq, onlar yaşayacaqlar. Ola bilər. Biz uydular, amma onlar uydurmayacaq. Nə qədər Azərbaycan var, Azərbaycan xalqı var, o şəhidlər
ölmür. Onlar yaşayırlar. Onlar bu dolu göylərdən bizə baxırlar. O bayraqlardan Sən görürsünüz. Mən indi bir şey demək istəyirəm, yəni toyuna qalmış. Çətin Yəni bir cehiz getdi, ev Nə qədər bəzədi. özünü sıxırsa, Yəni saxlamadan. Nə qədər sıxırsa, saxlayan bir dolu. Allah səbir versin. Yəni həqiqətən çox acı bir şeydir. Yəni cehiz gedib, evlər bəzənir. Nə gözləyirdilər, yəni nələr baş verdi. Mən Ətlas çox təəssüf edirəm ki, Ətlas bu günləri imtahan olduğu üçün burada iştirak edə bilmir. Amma mən Ətlasla görüşdüm, söhbət elədim, müsahibə aldım, yəni onu ictimaiyyətə çatdırdım. Həqiqətən çox Bu şəhərlərimizin ömrü yalnız qaldı. Bax, bu şəhərlərin Azərbaycanda olan bütün şəhərlərin ömrü yalnız qaldı. Heç birinin. Çünki onlar əsrlər boyu yaşayacaqlar. Onu şərəflə yaşatmaq lazımdır. Kənan xanım, baxın, bir-iki gün bundan öncə eşitdiyim o xəbəri yəqin siz də bilirsiniz. Bu çox mənim həqiqətən sizə mən təşəkkür edirəm. Yəni sizin, oğlunuzun, nişanlısı, Ailəmiz bütövdür. Atlas tanımaz, Yanınızdadır. doğrudan da siz ona sahib çıxdınız, o şəhidinə sahib çıxdınız, sahibi göstərdi. Bütün ailələrə və sizin kimi qaynana, Ətlas kimi gəlin olması arzulayıram. Belə mehribansız olmaz, şəhidin də ruhu şad olur. Məktəbin direktoru buradadır. Siz dərs demişsiniz yəqin ki, Hüseynə. Hüseynin direktoru. Salamlar biz də sizdən hər birinizi Sadə Bilmər Məktəbin kollektivinin növbəti bir ziyarəti şəhidlər xalqındadır. Məlumat üçün bildirirəm ki, məktəb 44 günlük müharibədə məzunlarını, onlarla məzunu Azərbaycan Respublikasının torpaqları uğrunda işğal olunmuş torpaqlarımızın azad olması uğrunda, ərazilərimizin bütövlüyü uğrunda vuruşmuşlar. 44 günlük müharibədə bizim məktəbin 3 şəhid məzunu olmuşdu ki, Teymur, Rahib, bir də Hüseyin. Bugün biz Hüseyin balamızın ziyarətinə gəlmişik, kollektivlə, sizlərlə birgə. Bahar müəllimin dediyi kimi çıxış etmək həm qürur vericidir, həm də kədərlidir. Təbii ki, vətənin azadlığı uğrunda, vətənin bütövlüyü uğrunda, onların qorunmasında şəhidsiz ötüşmək mümkündür. Könül müəllimin dediyi kimi və digər şəhid məzunlarımız sözün həqiqi mənasında oxuduqları dövrdə xüsusi istedadları ilə seçilən şagirdlərdən olmuşdur. Və biz insanlar hər hansı bir hadisənin baş verdikdən sonra bir balaca tarixə ekskursiya etdikdə və onların özəl istedadlarının bir daha şahidi olmuş və onlar haqqında xüsusi vurğulamaq etmişdir. Hüseyin 11 oktyabr 1997-ci ildə Ziyalı ailəsində dünyaya gəlmişdir. Və oxuduğu məktəbdə hər zaman tədbirlərdə yüksək səviyyədə iştirak etmiş və özünü vətənpərvər evlad kimi göstərmişdir. Könül müəllimin dediyi kimi buraxılış dövrləri ilə sanki elə desək ki, elə bu zamanlara gəlib çatırdı. Yəni, son zəng ərəfəsində idik və o həmin tədbirin keçirilməsində sanki mənim yanımda olurdu. Və bizim senaridə Azərbaycan Respublikasının üçrəngli bayrağı meydana gətirilməli. Və bu missiyanı Nəcəf Sadə Hüseyin öz üzərinə götürdü və özünün tikdirdiyi xüsusi hərbi formada bunu nümayiş edir. Və sonluqda həmin formanı mənə yadigar olaraq bağışladı.
və bildirdi ki, Asaf bəy, hər zaman istifadə olunur. Hüseyin də 2015-ci ildə Ali Hərbi Məktəbə daxil olmuş. Həmin əlimdə yüksək nəticələr etmiş. Azərbaycan Respublikası Silahlı Qüvvələrində leytenant kimi hərbi xidmətə başlamışdır. Hüseyin balamız da 44 günlük müharibədə işğal olmuş torpaqların azad olunmasında, əsasən də Suqovuşan azad olunmasında yüksək şücaət göstərmiş. 24.06.2021-ci ildə müharibədən sonra, yəni 44 gün müharibədən sonra ölkə prezidentinin sərəncamı ilə Suqovuşanın azadlığı uğrunda medali ilə təbrik olunmuşdur. Müharibədən sonra Hüseyin balamız hərbi rütbəsini bir pillərə qaldırmış, baş leytenant rütbəsini yüksəlmişdi və həmin zamanda xidməti sahəsini dəyişərək daha mükəmməl bir sahəyə, komanda briqadasına qoşulmuş və bir çox kəşfiyyatı işlərdə yaxından iştirak etmişdir. Bildiyimiz kimi 22-ci ildə sentyabr ayının 22-sindən 13-nə keçən gecə mənfur düşmənlər yenidən sərhədlərimizdə təxribatlara əl atmış, Kəlbəcər, Laçın, Zəngilan istiqamətində sərhədlərimizi yenidən pozmaq istəmiş. Zəfərli ordumuz Ali Baş Komandanın göstərişi ilə əks hücuma keçmiş və onları susturmuşdur. Əfsuslar olsun ki, Nəcəfzadə Hüseyin hərbi tapşırığı yerinə yetirərkən 16 sentyabr şəhid olmuşdur. 17 sentyabr tarixində evladımız doğma Saray qəsəbəsinə gətirilmiş, böyük ictimaiyyətinə, məktəblərin, qəsəbənin, rayonumuzun bizdihamlı müşahidə arasında bu gözəl məkanda dəfn olmuşdur. Allah Teala bütün şəhidlərimizə rəhmət eləsin. Şəhid atamızın dediyi kimi, bəli, ilkin atamızın, evladımızın atası dediyi kimi, bəli, bugün burada durduğumuz sağımızda, solumuzda və yaxud da arkamızda olan raflarımız, Hüseynlərimiz, rahidlərimiz, ilkinlərimiz, sahibimiz, muradımız, hamısı tərlanımız yetişir. Yəni, bugün Ali Baş Komandanın hər zaman diqqətinin əslində ordumuz inkişaf edəcək, iqtisadiyyatımız inkişaf edəcək, təhsilimiz inkişaf edəcək. Bu uşaqların da vətənpərvər və şəxsiyyət yönünün yetişməsində bizə əlimizdən əsirgəməyəcək. Allah bütün cəmi şəhidlərimizə rəhmət eləsin. Qarabağ, Azərbaycan. Sağ olun, çox sağ olun. Təşəkkür ederim. Yəqin ki, yaxın zamanda da ədalətli, məqsəd yönlü siyasətimiz nəticəsində Zəngəzurumuza da qayıdacaq. Sağ olun, çox sağ olun. Yox. Tarix qəhrəmanların qanı ilə yazılır. Lakin bəzi qəhrəmanların həyat hekayəsi insan qəlbinin ən incə tellərinə toxunur. Bizə həm kədəri, həm də qüruru eyni anda yaşadır. Bugün xatirəsini uca tutduğumuz Hüseyin Nəcəfzadə məhz ruhumuzu titrədən həmin ölməz simalardan. Onun yarımçıq qalan xəyalları, göylərə dikilən ümidləri və vətən torpağı uğrunda tərəddüdsüz etdiyi o böyük fədakarlıq Hüseyni sadəcə bir şəhid etmədi. Onu zamanı aşan, yaddaşlarda əbədi yaşayan bir ömrün bələdçisinə çevirdi. Biz bugün buraya sadəcə Nakam Məhəbbət adlı bir kitabın təqdimat mərasiminə toplaşmışıq. Biz bugün bir qəhrəmanın keçdiyi şərəfli yola nəzər salmaq, onun əziz xatirəsini
sevgi və tükənməz bir ehtiramla yad etmək üçün bir aradayıq. Onun müqəddəs ruhu qarşısında ehtiramla baş əyir, əziz xatirəsini qəlbimizdə qürurla daşıyırıq. Vətən eşqi ilə çıxdın yola sən, indi zirvələrdən boylanırsan sən. Su qovuşan şahidi, Kəlbəcər məğlubu, ürəklərdə əbədi qəhrəmansan sən. Gözəl xəyallar vardı, qırıldı qəfil, ağ gəlinlik geyinmədi, sevdiyin səbai. Nişanlın atlasın, göz yaşları seyir. Sənin eşqin dillərdə bir dastan oldu. Sənin toy günün idi, çalınmadı vağzalı. Vətən torpağına qurban etdi canı. Şəhidlik zirvəsi ən uca məqam, ruhun qarşısında baş əyirəm mən. Məzarın üstündə ağlayır mələklər, səninlə fəxr edir bütün gələcəklər. Cənnətdə qovuşsun o pak ürəklər, adın tarixlərə yazıldı Hüseyin. Dinlə məni, düşün biraz, minlərin son nəfəsiyəm. Bugün torpaq altda yatan həmin şəhidin səsiyəm. Unutmayın bizi bir an, keçsə də çox uzun zaman. Düşməni dilədən aman, o ordunun mərkəsiyəm. Bugün torpaq altda yatan həmin şəhidin səsiyəm. Məni bilənlərdən soruş, məni bilənlərdən soruş. Cəsarətli o mərd duruş, kimsə tez unudulmuş. O hərbin xatirəsiyəm. Bugün torpaq altda yatan həmin şəhidin səsiyəm. Mən yetim qalan uşağın, mən yetim qalan uşağın, mən odu sönmüş ocağın, mən namusu Qarabağın, Şah babamın nəvəsiyəm. Bugün torpaq altda yatan həmin şəhidin səsiyəm, həmin şəhidin səsiyəm. Allah bütün şəhidlərimizə rəhmət etsin. Onların ruhu qarşısında sevdalıyıq. Sizin sağ olun. Bir daha teşekkür edirəm hər birinizə, gəldiyinizə görə, yenidən sevgi ziyarət etdiyinizə görə, öz ailəmiz adından sizə minnətdarlığımızı bildirirəm. Çox sağ olun, var olasınız. Təşəkkür edirəm hər birinizə, əziz gənclərimiz. Hamınıza bax bir arzum var. Siz müharibə görməyəsiniz. Biz gördük, biz o ağrı acıları yaşadık, amma siz görməyəsiniz. Müharibəni kitablardan oxuyasınız, filmlərdən oxuyasınız, filmlərdə seyr edəsiniz. Gəlin hamımız bir yerdə, yəni bizə zəfər yaşadan şəhidlərimizin ruhuna bir daha rəhmət deyək və bir daha bu şəhidlərimiz sübut elədi qanı ilə, canı ilə ki, Qarabağ Azərbaycan torpağıdır. Bərabər bir yerdə Qarabağ Azərbaycandır.